Salam, hər vaxtınız xeyir olsun. Mən Daqı Yeraz. Həmişə canlıya girirdim. Gözəl insanlarımızdan dəstək istirdim, kömək istirdim. Sağ olsunlar. Yaxşı qardaşların Allah canı sağ eləsin. TT rəqəbli qardaşımız məni canlıda gördü. Mən orada müraciət elədim. Kimin imkanı nəyə çatır, mənim üçün işləmiş xaladenik mənim üçün təşkil eləsin, sağ olsun. TT mənim təklifimi qəbul elədi, gördü, getdi, yarım saat çəkmədi. Yasamal rayonundan mənim üçün soyuducu aldı. Sağ olsun. Mənə gətirdi. Evimə qoydu. Amma mən canlıya girəndə TikToka o 50 nəfər, 100 nəfər misafirə qoşulurdular, canlıya gəlirdilər. Orada mənə hətta deyirdilər ki, narahat olma, sənin üçün köməklik eləyəcək, sənin üçün xaladenik işləmiş olsa da təşkil eləyəcək, gətirəcək. Nə oldu sizdən? Bir xəbər çıxmadı. Ay söz verənlər, səhərsi gün nömrənizə zəng gelirdim ki, nə oldu xaladenik, söz vermişdiniz. Hamınız məni bloka atırdınız. Amma bu TT rəqəbli qardaş sağ olsun. Mənə bir neçə dəfə yardım eləyib, dəstək olub, kömək eləyib. Bu dəfə də mənə bu soyuducunu aldı, köməklik göstərdi. Baxın, soyuducuya. Hətta sağ olsun bu qardaş. İçinə kimi bazarlıq da elədi, gətirdi mənim üçün, evimə qoydu. Amma mənim həqiqətən də bu xaladenikə çox ehtiyacım vardı. Amma TT, çox sağ ol. Səni öpürəm, bağrıma basıram. Bugünkü gündə sən mənə bu xaladeniki təşkil elədin, evimə çatdırdın və içində bazarlıq eləyə. Amma TikTokda o mənim dizlərini döyənlər vardı, o qardaş deyənlər. O qohumdan tutmuş o dosta tanışa aiddir. Gəlirdilər ora, qoşulurlar misafirə TikToka ki, bizi qoş, sənin üçün xaladenik təşkil eləyəcək, xaladenik alacaq. Və hanı o söz verənlər, hanı o təşkil eləyənlər, səhərsi günü hamınız məni bloka atırdınız. Yenə də TT-nin canı sağ olsun, öpürəm sən TT, bağrıma basıram.